Azərbaycana palma yağı gətirilmir. Dövlət Statistika Komitəsinin 2025-ci ilin ilk rübü üzrə açıqladığı məlumatlara əsasən ölkəyə palma yağı idxal olunmayıb. İqtisadçı Akif Nəsirlinin sözlərinə görə palma yağının idxalının dayanması insan sağlamlığı baxımından müsbət haldır. Ancaq bu vəziyyət bazarda digər bitki yağlarının qiymətinə təsirsiz ötüşməyəcək. Alternativ yağlara tələbatın artması onların bahalaşmasına səbəb ola bilər. Ucuz yağ tapmaq problemi olacaqdır. Yəni palma yağı Azərbaycana 2 manata başa gəlir. Gömrük qiyməti 2 manat 20 qəpikdir hal-hazırda palma yağının. Amma ondan müxtəlif cür ucuz qiymətə yağlar hazırlanır. İndi həmin o ucuz yağları biz piştaxtada görməyəcəyik. Çünki kərə yağı əgər təbii kərə yağıdırsa, onun bəlli bir qiyməti olacaqdır. Ən ucuz yağ, ən ucuz kərə yağı 18-20 manata satılacaq deməli. Seymur Qafarovun sözlərinə görə hazırda ölkə üzrə əksər mağazada palma yağı tərkibli məhsullar mövcuddur. Bu yağların uzun müddətli, təxminən 1 ilə qədər saxlama qabiliyyəti olduğundan ötən ildən qalan ehtiyatlardan istifadə olunur. Qannadı məmulatlarının tərkibində mövcud olan palma yağlarının istehsal və saxlanıc müddətləri onların tədarük etdikləri şirkətlər tərəfindən üzərində etiket qaydalarında göstərilib. Mövcud istehsal olunmuş məhsullarda ola bilər, çünki bu il daha birinci rübü yeni bitmişdir. Ola bilər ötən ilin sonlarında və ya ortalarında istehsal olunsun. Çünki bildiyiniz kimi bu yağlar ərsəyə gəldikdən sonra saxlanıc müddətləri kifayət qədər uzundur, hətta 1 ilə qədər çəkə bilir. Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində ölkəyə 27 tona yaxın bitki və heyvan mənşəlli piylər və yağlar idxal olunub.